Biz öz yaşayışımızda bir çətinliklə qarşılaşdıqda vəziyyətimizə çıxış yolu olaraq Quran-ı Kərim buyurur: Ey iman gətirənlər, səbr və namazdan kömək alın. Həqiqətən Allah səbr edənlərlədir. Yəni namaz vasitəsilə özünüzü gücləndirin. Ruhunuz zəifdirsə, öz batini dininizi qüvvətləndirin. Namazın əvvəl kəlməsinin Allahu Əkbər olması təsadüfi deyil. Bəndə ilə əvvəldə Allaha üst tutub deyir ki, sən ən böyüksən, səndən üstün heç bir şey yoxdur. Beləliklə, namaz insanı ucalara yüksəldir. Nəticədə müşkillər müminin gözündə kiçilir, xırdalaşır. Yaşadığımız 3 ölçülü fəzadan örnək gətirsək, görərik ki, məsələn, 1 hektar ərazi üzərində dayansaq, bizim üçün miqyas böyük görünəcək. Lakin biz hər hansı bir uçuş vasitəsilə tədricən yüksəlməyə başladıqda, aşağıdakı ərazinin necə kiçildiyini görəcəyik. Nəticə olaraq Allaha olan imanımız da artdıqca, müşkillər də nəzərimizdə kiçiləcək. Qəm-qüssə çox çəkməyəcək, nigarançılığımız aradan gedəcək. Allah Teala Quran-ı Kərimdə Hud surəsinin 37-ci ayəsində belə buyurur: Və indi bizim hüzurumuzda və vəhiyimiz əsasında gəmi düzəlt və zülm edənlərin haqqında şəfayət etmə ki, onların hamısı qərq olmalıdırlar. Allah Nuh Peyğəmbərə öz hüzurunda gəmi düzəltməyi əmr etdikdə, Nuh Peyğəmbər çox rahatlıqla, heç bir narahatlıq keçirmədən gəmi düzəltməyə başladı. Baxmayaraq ki, dülgər olmadığı halda, səhrada ona böyük gəmi inşa etmək əmr olunmuşdu. Onun Allaha qarşı imanı və təvəkkülü o qədər yüksək idi ki, hətta qövmündən iman gətirməyən kəslər gəlib gəmi düzəltməsinə məsxərə etdikdə o aramlığını pozmurdu. Allah Teala Quranda Həzrəti Musa və qardaşı Harunu Fironun yanına göndərdikdə buyurmuşdu: Onun yanına gedin və deyin, biz sənin pərverdigarının göndərdikləriyik. Bəni İsraili bizimlə göndər və onlara işgəncə və əzab vermə. Biz pərverdigarın tərəfindən sənin üçün aydın bir nişanə gətirmişik və salam olsun hidayətə itaət edən kəsə. Baxmayaraq ki, Fironun yanına gedib onu haqqa və ədalətə çağırmağın ciddi təhlükəsi də var idi. Lakin Allahın nəzərinə və gücünə tam imanı olan Musa Peyğəmbər və qardaşı Həzrəti Harun şücaətlə onun yanına getdilər və öz vəzifələrini yerinə yetirdilər.